Dövlət Təhlükəsizliyi Xidməti 2009-cu ildən beynəlxalq axtarışda olan Namiq Rəşidoğlu Ağalarovun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunmasını təmin edib. Məlumata görə Namiq Ağalarov 2008-2009-cu illərdə Əfqanistan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin şəxsi heyətinə silahlı puskuların qurulmasında, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirak ittiham edilir. Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatların mövcud olduğu bildirilir.